Bildiyiniz bütün ballı tort reseptlərini qoyun bir kənara, bir dəfədə olsun bu resepti sınayın. İnanılmaz dadlı alınır. Yağı, şəkəri, balı dərin qaba əlavə edirik. Alçaq ateşdə əriyənə qədər qarışdırırıq. Üzərinə qaşığın ucunda biraz sarı kök, bir dolu çay qaşığı soda əlavə elədim. Soda əlavə eləyəndən sonra kütlə qabarmağa başlayır, qarışdırmağa davam eləyirik. Karamel rəngi alanda yumurtaları bir-bir əlavə edib sonda unu tökdüm. Hazır olan xəmiri isti halda 8 kündəyə böldüm. Kündələri un səpib yaydım. 180 dərəcəli sobada təxminən 5-6 dəqiqə bişirdim. Yuxalar tez bişdiyindən kontrol eləyirik ki, yanmasın. Kənarlarından çıxan qırıntıları blenderdan keçirdim. Üzəri və kənarları üçün istifadə edirəm. 2 cür kremdən istifadə eləmişəm. Bişmə və adi kremin hər ikisini qarışdırdım. Çox dadlı alınır. Tortu yığmışam, artıq hazırdır. Gördüyünüz kimi üzərini, kənarlarını ovuntu ilə hazırladım. Üzərinə şəkər pudrası səpdim. Tortu hazırladıqdan 1 saat sonra kəsmişəm. Gördüyünüz kimi pambıq kimi yumuşaq bir tort alındı.